Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bildiyiniz kimi bizim bu dərslərimiz bircə yaşamla bağlı dərslərdir. Ailə münasibətləri, kişi-qadın münasibətləri. Bu mövzular ətrafında söhbət eləyəcəyik bu dərslərdə. Bu gün ilk dərsimiz olduğu üçün daha çox tanışlıq xarakterli olacaq dərsimiz. Daha çox dərsdə danışılacaq mövzular, toxunulacaq məsələlər barədə söhbət eləyəcəyik. Bu dərsin faydası nədir, hədəfi nədir, niyə önəmlidir, niyə biz bircə yaşam bacarıqlarına yiyələnməliyik, bu dərsə hansı tərzdə yanaşmalıyıq, necə baxmalıyıq, bu dərsdən hansı faydaları əldə edə bilərik, bu mövzular ətrafında ümumi söhbətlər eləyəcəyik. Deməli, dedik ki, bugünkü dərsimizi daha çox dərslə tanışlığa həsr eləyəcəyik. İlk olaraq danışmaq istədiyim mövzu niyə bircə yaşam qaydaları, ailə münasibətləri, kişi-qadın münasibətləri önəmlidir? Niyə bu sahədə biz müəyyən bacarıqlar, məharətlər əldə eləməliyik? Son illərin statistikalarına əsasən, xüsusən də bu ilin statistikasına əsasən, hal-hazırda gün ərzində Azərbaycan ailələri dağılmaq üzrədir. Yəni, gün ərzində 600-ə yaxın ailə dağılır. Son ilin statistikası da bu. İlk dəfə olaraq bu il Azərbaycanda boşanma halları evlənmə halların üstəliyib. Bu mənfi bir tendensiyadır. Olduqca mənfi bir tendensiyadır. Belə bir şəraitdə biz ailə münasibətləri mövzularından danışmasaq, əslində bu mövzulara oxumasaq, bu mövzular barəsində mütaliələr eləməsək, özümüz uduzacaq, cəmiyyətimiz uduzacaq. Niyə? Çünki boşanma halları cəmiyyətə müxtəlif mənfi təsirlər qoyur. Bu sadəcə ailələrin dağılmağından ibarət deyil. Məsələ bu cür sadə deyil. Bunun ağır nəticələri var. Ümumiyyətlə, boşanma halları çox olan ölkələrdə düz mütənasib olaraq intihar halları, cinayətlər, müxtəlif çirkin əməllər, əxlaqsızlıqlar, bütün bunlar depressiya halları bu cür cəmiyyətlərdə bir qədər də artır. Ona görə biz əslində ailə münasibətləri, bircə yaşam qaydalarını öyrənməklə bu şeylərin qarşısını almış oluruq. Bu sadə bir dərs deyil, sadə bir məsələ deyil. Qeyd etdiyim kimi, gün ərzində hal-hazırda Azərbaycanda 600 ailə dağılır. Bu balaca bir rəqəm deyil, kiçik bir rəqəm deyil. Və dünyanın müxtəlif ölkələrində bundan böyük rəqəmlər var. Bunun biz qarşısını almalıyıq. Bunun yollarından biri də elə bu dərslərdir. Bu dərslərdə fəal iştirak eləmək, oxumaq, diqqətlə qulaq asmaq, dinləmək, həyata tətbiq eləmək. Bu dərsin faydasıdır, əhəmiyyətidir. Boşanma hallarının çoxalmasının müxtəlif səbəbləri var. Çoxdur səbəbləri. Biz müxtəlif səbəblər saya bilərik. Lakin bunlardan ən önəmlisi insanların bircə yaşam qaydalarına bələd olmamasıdır. Cütlər evlənmək üçün lazım olan bacarıqlara sahibdir. Yəni, evlənməyi bacarırlar. Lakin ailə həyatı qurduqdan sonra bircə yaşamı uğurlu şəkildə davam etdirmək üçün lazım olan bacarıqlara malik deyirlər. Buna görə evlilikdən sonra adətən ailələrdə böyük problemlər yaranır. Niyə? Çünki bircə yaşamaq sadə bir şey deyil. Bunun üçün müəyyən bacarıqlara yiyələnmək lazımdır. Müəyyən məharətlərə yiyələnmək lazımdır. Bu hər sahədə belədir. İstənilən sahədə əgər bir şəxsin səriştəsi olmasa, bacarığı olmasa, o sahədə uğursuzluğa düçar olacaq. Bir nəfər müharibə xatirələrindən danışırdı. Bu barədə qeyd edirdi. Deyirdi, biz bir məntəqədəydik, döyüş gedən məntəqədə. Bizim vəzifəmiz
dəzgahların təmiri idi. Döyüşün qızğın səhnəsində bir dəzgah gətirirlər. Biz tez bir zamanda bunun vintlərini açmalıydıq və onu təmir eləməliydik. Deyir, nə qədər elədik, əlimizdən gələni elədik, heç cür vintləri aça bilmədik. Dəzgahın vintləri də açılmadı. Məcbur olduq başqa bir məntəqədən mahir, bacarıqlı bir usta gətirdik. Usta gəldi, sadə şəkildə dəzgahı açdı, dəzgahın vintlərini açdı. Biz elə qaldıq, baxa-baxa qaldıq ki, bu necə oldu? Biz saatlardır bunun üstündə əlləşirik, bu qədər əsəb, stres, bu qədər gərginlik, bunu aça bilmirik. Bu sadə bir neçə dəqiqənin içində bu işi gördü. Özündən soruşduq, deyir ki, siz vinti səhv istiqamətdə açırdınız. Çünki bu dəzgah şərq ölkələrində istehsal olunub və sizin onu açmaq istədiyiniz istiqamətin tam əksi istiqamətində açılır. Görürsünüz, bir bacarığın olmamağı nə qədər problemlərə səbəb olur, nə qədər stresə, çətinliyə, depressiv hallara səbəb olur. Alədə də belədir. Biz adətən alə problemlərin əks istiqamətdə həll edirik. Ona görə nəticə ala bilmirik. Nəticəsiz qalır. Buna görə də biz mütləq bircə yaşamla bağlı bacarıqlara yiyələnməliyik. Bu sahədə məharətli olmalıyıq. Əks təqdirdə biz ailədə normal ünsiyyət qura bilmərik. İstər xanım əri ilə, istər kişi xanımı ilə lazım olan münasibəti qura bilməyəcək. Çünki kişinin və xanımın özünə xas xüsusiyyətləri var. Hərəsinin özünə xas vəzifələri var. Bunları bilməlidir. Xanım kişinin psixologiyasını bilməlidir, xarakteristik xüsusiyyətlərini bilməlidir. Həmçinin kişi də xanımın. Əgər bunlar bilinsə, artıq ailədə bir çox problemlər aradan qalxacaq, özü-özünə aradan qalxacaq. İkinci mühüm məsələ, bu dərslə bağlı toxunmaq istədiyim mühüm məsələ bundan ibarətdir ki, dərsə qoşulanlar, dərsi izləyənlər bu dərsdə deyiləcək məlumatlardan gərək sui-istifadə eləməsinlər. Bəzən biz görürük, ailə münasibəti ilə bağlı seminarlarda, kitablarda xanımlar bir məlumatlar oxuyur, gedir onu əlində bayraq eləyir. Onun vasitəsilə əri ilə başlayır bəzi problemlər yaratmağa ki, sən bunları eləməlisən, bu sənin vəzifəndə eləmirsən. Və yaxud kişi müəyyən kitablardan, seminarlardan, dərslərdən bəzi nəticələr çıxardır, gedir xanımın üstünə. Buna sui-istifadə deyirlər. Biz aləmizi düzəltməyə çalışırıq. Ona görə də bu dərslərdən sui-istifadə etmək yanlış bir şeydir. Bu əksinə ailədə biraz da problemlər yaradır. Sui-istifadəyə nəbadə yol vermək olmaz. Ümumiyyətlə, uğurlu insanlarla uğursuz insanların ən önəmli fərqlərindən biri də budur. Uğurlu insanlar ətrafında baş verənlərə baxmır. O diqqətini özü bu proseslərdə necə özünə aparmalıdır, bu məsələnin üzərində təmərközləşdirir. Filan amil səbəb oldu, mən bu işi gördüm, filankəs səbəb oldu, mən bu hala düşdüm. Bu uğursuz insanların sözləridir. Uğurlu insanlar bilirsiniz neyinir? Oturur, düşünür ki, mən nəyi səhv elədim? Harda yanlışa yol verdim ki, bu mənfi amillər mənə də mənfi təsirini qoydu. Və ona görə uğuru qazanır. Uğursuz insanlar isə bütün problemləri başqalarının üzərinə yıxır. Niyə? Özün sudan quru çıxartmaq üçün. Nəticədə nə olur? Heç vaxt inkişaf eləmir, heç vaxt problemə həll olmur. Sadəcə söz-söhbət, səndədir günah, ondadır günah, məndədir günah. Bunun heç bir fərqi yoxdur. Biz həyatımızı düzəltməyə çalışırıq. Ailə həyatımızı normaya salmağa çalışırıq. Belə olan təqdirdə bu məlumatları biz özümüz baxmalıyıq ki, bu deyilən məlumatlardan hansına mən əməl eləmirəm, gərək ona əməl eləyim. Və yaxud hansını yanlış eləyirəm, gərək onu düzəldim. Özümüzü düzəltmək üçün bu məlumatlardan xahiş edirəm ki, istifadə eləyək. Əldə bayraq eləməyək müəyyən məlumatları.
Bu da ikinci mühüm məsələdir ki, bu dərslərdə biz diqqət eləməliyik bu məsələyə. Deməli, biz bu mövzunun əhəmiyyəti barəsində danışdıq. Dedik ki, müəyyən cinayətlər, intihar halları, depressiya, cəmiyyətdə baş verən bir çox əxlaqsızlıqların səbəbi, əxlaqsızlığın səbəbi elə bu boşanma hallarıdır. Buradan qaynaqlanır cəmiyyətdə bir çox məsələlər. İkinci məsələ qeyd elədik ki, gərək bu dərslərdən, bu məlumatlardan sui-istifadə eləməyək. Və üçüncü məsələ qeyd eləmək istəyirəm ki, istər bəzən ola bilər, xanımlar bəzi məlumatlar eşidər, deyər ki, bu bizim zahirən zərərimizədir. Və yaxud kişilər bəzi məlumatlar eşidər bu dərslərdə, deyər ki, axı bu elə xanımlara üstünlük verdi. Danışığında xanımlara daha çox yer ayırdı. Lakin mən sizi əmin eləyirəm, öz həyatımda bu məlumatları təcrübə eləmişəm və bir çoxlarına da bu oxuduğum, mütaliə elədiyim məlumatlar arasında, əsasında yol göstərmişəm və gözəl nəticələr verib. Hər kim burada qeyd olunan məlumatlara əməl eləsə, onun özünə xeyr eləyəcək. İstər kişi olsun, istər xanım. Onun ailəsinin, övladlarının tərbiyəsinin, bütün bunlara faydalı olacaq. Üçüncü qeyd eləmək istədiyim məsələ. Üçüncü qeyd eləmək istədiyim məsələ tədrislə bağlıdır, təhsillə bağlıdır. Tələbələr ümumiyyətlə müəyyən bir dərslərə, videolara, seminarlara gedən şəxslər, orada iştirak edən şəxslər deyilən məlumatlara 4 cür yanaşa bilər. Bəzən insan müəyyən bir videoya qulaq asır, müəyyən bir dərsdə iştirak edir. Nə üçün? Sadəcə bilmək üçün. İstəyir bir sahədə məlumatı olsun, bir yerdə bir söhbət danışılanda bu da o barədə bir söz deyə bilsin. Bugünkü bizim verilişlərimiz Azərbaycanda efirə gedən bir çox verilişlər bu şəkildədir. Ora bəzi qonaqlar dəvət edirlər. Məsələn, seçiblər ailə mövzusunda müəyyən bir veriliş hazırlayıblar. Görürsən, dəxilsiz, məlumatsız insanları dəvət edirlər ora. Hansısa bir müğənnini. 3 dəfə evlənib, boşanıb, gəlib o verilişdə ailə münasibətlərindən, kişi-qadın münasibətləri necə olmalıdır, cəmiyyətə fikir bildirir, nəsihət edir. Bu şəxslər adətən belə verilişlərə gələndə müəyyən videolara, dərslərə qulaq asırlar ki, müəyyən bu barədə bir məlumat olsun, o da bir söz desin. Bu dediyim birinci mərhələdir. Sadəcə bilmək üçün istəyir, bilsin, bir mövzu ətrafında məlumatı olsun ki, bir yerdə söz danışanda bu da o mövzuda danışa bilsin. Önəmli deyil onun üçün, bu bildikləri həqiqətlə üst-üstə düşür, faydalıdır, faydasızdır. Sadəcə söz sahibi olmaq istəyir. Bu şəkildə dərsə yanaşmaq faydalı deyil. Yalnız məlumat toplamaqdan ibarətdir. Bu həm insanın özünə zərərdir, həm vaxtına zərərdir. İkinci yanaşma, dərsə yanaşma metodu budur. Öyrənmək və öyrətmək. Adətən universitetlərdə belədir. Məsələn, psixologiya sahəsində oxuyan hansısa bir tələbə adətən bu dərslərdə universitetdə iştirak eləyəndə hədəfi özünü düzəltmək, özünə tətbiq eləmək deyil. Öyrənir ki, başqalarına təlim keçsin və yaxud başqalarına yol göstərsin. Bu oldu öyrənmək və öyrətmək. Bunun faydaları var. Ancaq faydaları qarşı tərəfədir. Qarşı tərəfə. Sən öyrədirsən, o öyrənir, həyatına tətbiq eləyir, həyatı gözəl olur. Lakin sənin həyatın dəyişmir. Niyə? Çünki sən ancaq elmi, məlumatı öyrənmək və öyrətmək üçün əldə eləyirsən. Üçüncü önəmli məsələ öyrənmək və öyrəndiyini həyata tətbiq eləməkdir. Bəzən də ağıllı şəxslər, uğurlu şəxslər müəyyən bir dərsə qoşulanda, müəyyən bir videoya baxanda hədəfi budur. Öyrənim, öyrəndiyimi həyatıma tətbiq edeyim. Belə olduğu təqdirdə insan həyatda uğur qazanır. Onun həyatı gözəlləşir. Çünki öyrəndiklərin həyatına tətbiq eləyir. Dördüncü məsələ nədir? Bu, ən zəki tələbələrin, ən düzgün tələbələrin seçdiyi metoddur. Ən uğurlu tələbələrin seçdiyi metoddur. Bu, öyrənmək, öyrəndiklərini həyatına tətbiq eləmək və
qarşı tərəfi, insanları da öyrətmək üçün dərsdə iştirak eləməkdir. Yəni bir nəfər dərsdə iştirak edir. Hədəfi nədir? İlk növbədə öyrənmək. İkinci növbədə öyrəndiyin öz həyatına tətbiq eləmək. Üçüncü növbədə isə digərlərinə yol göstərmək. Bunu əldə eləmək üçün bir tələbə gərək dərslərə diqqətlə qulaq assın, dərsdən sonra səs yazısına qulaq assın və müəyyən özü üçün qeydlər aparsın. Belə bu şəkildə elm öyrənən tələbə əmin ola bilərsiniz ki, bir müddətdən sonra ən azından öz həyatı düzəldəcək bir yana, ətrafında olan insanlara da yaxşı bələdçi olacaq. Bu dərslərin bir faydası da budur. Siz özünüz də bu dərsləri əgər yaxşı oxusanız, insanlara yol göstərə bilərsiniz. Və bugün birinci dərsimizdir. Bugün nisbətən daha tez dərsimizi tamamlayacağıq. İnşallah növbəti dərslərdə daha geniş söhbət eləyəcəyik. Bu dərslərdə biz növbəti dəfələrdə ilk olaraq evlənmədən öncə lazım olan məlumatlar, xanım seçimi, kişi seçimi hansı məlumatlar əsasında olmalıdır? Nələr əsasında olmalıdır? Bu barədə söhbət eləyəcəyik. Bəli, mümkündür biri desə ki, mən artıq seçmişəm, gecdir. Yəni seçimimi eləmişəm, bunun mənə nə faydası var? Qeyd elədim faydasını. Əsas faydalarından biri budur ki, gələcəkdə sən öz övladıva öyrəndiyi bu məlumatları öyrədə bilərsən, tətbiq edə bilərsən. Yaxın ətrafıva, ailəvə, ailəvin ən yaxın fərdlərinə lazım olan məsləhətləri verə bilərsən. Növbəti mərhələlərdə isə biz ailə mühitində önəmli olan məqamlardan, kişi-qadın münasibətləri, kişilərə xas xüsusiyyətlər, xanımlara xas xüsusiyyətlər, gəlin-qaynana problemləri, qaynana ilə qaynata ilə birgə yaşayanda atılacaq addımlar, ayrı yaşanılan zaman atılacaq addımlar, bütün bu mövzular ətrafında geniş söhbət açacaq. Hər birimizi Allaha tapşırıram. Allah elm, təhsib yolunda bizləri müvəffəq eləsin və ailələrimizi Əhl-i Beytin, Allahın sevdiyi ailələrdən qərar versin. Vəsselamun aleykum və rəhmətullahi və bərəkatuhu.